Məni kövrəldən bir məqamdır orada. Mən ondan danışmaq istəyirəm. Bir gün bir yemək paketi gəldi və mən kənarda paketin içində bir kağız olduğunu gördüm və o paketi götürdüm. İndi müharibədir. Təbii ki, döyüş aparmaq üçün yaxşı qidalanmalısan, enerjin olmalıdır, Təbii ki, indi bizim öz daxili gücümüzə, daxili ruhumuz güc verirdi, belə deyək. Bizi gücləndirir. Amma insanıq, qidalanmaq da lazımdır. Orada bir paket gördüm, paketin içində və paketi açdıqda gördüm ki, orada bir səhv etmirəmsə bu qadın xeylağı idi. Çünki yazılarından hiss elədim ki, yaşlı bir qadının yazısından hiss elədim. Oradan belə təsəvvür yarandı məndə. Kasıb bir insan olub. 2 dənə çörək alıb, çörəyi ortadan bölüb, yəni 4 parça əmələ gəlib. Və pulu çatan qədər belə təxmini hesablama aparanda 4 manat, 5 manata imkanı çatıb. Bir 200 qram kalbası alıb, nazik dilimlərə kəsib, hər çörəyin arasına 2 dilim qoyub, biraz soğan qoyub, bir dənə də 30 qəpiklik belə bu meyvə şirəsi ondan qoyub. Və kağızda yazılıb ki, məni bağışlayın, mənim imkanım buna çatdı. Yəni bu təsəvvür edin, mən orada hönkür-hönkür ağladım. Yəni təsəvvür edin, bu nə deməkdir? Azərbaycan xalqının ən kasıb adamı belə cibində olan son qəpiyi Azərbaycan əskərinə verdi. Təsəvvür edin, bu nə deməkdir? Biz ona görə düşmənə qalib gəldik, biz bir olduq.